Bəsirət gözü, üçüncü göz, işıqlı düşüncələrin gözü ilə. İnsan, təbiət, texnologiya. İnsan yer üzündə Allahın ən əşrəfli yaratdığı varlıqdır. O, bütün özündəki dəyərlərlə, özündə gizli olan potensialla Allaha daha yaxın olan ən ali varlıqdır. Nədir bəsirət gözü? Niyə biz onu öyrənirik? Və bizim fitrətimizdə yatan bu dərin mənanı şəkilləndirib, izahını vermək bizim işıqlı düşüncələrin izi ilə mövzularımızdan biridir. İnsanın müdrikləşməsi, irəlini görə bilməsi, iç dünyasını fəth edə bilməsi, zəngin daxili yolculuğu ilə özündəki qabiliyyəti, Allahın verdiyi fitrəti və mükəmməl yapısında dizayn edilmiş şah əsəri tanımaqdır. Daxilə pəncərə, daxilə yolçuluq, fitrətin üzdə nurlanıb sərgilənməsidir bəsirət gözü. Bəsirət gözünü biz təhlil etməzdən öncə dərin təsəvvüf elminin banisləri bu yolda, bu yöndə fikirləri dərindən ifadə edən sufi düşüncələri, hurufi fikirləri, yanaşmaları, bu cəryanların qovşağında biz təbii ki, öz sözlərimizlə çalışacaq, onun fitrətini izah edə bilək. Bilirik ki, insan yaranışından bu yana onun duyğu, hiss üzvləri nəfəslə, nəfəsin gəlməsi ilə formalaşmış, yəni ilahidən bizə üflənən, torpaqdan yoğrulmuş bir insanı ilk təməli, ilk formalaşmasını götürsək və bunu varsayım hesab etsək ki, doğrudan da insan belə də götürəndə elə torpaqdır, bizim özümüz torpağın məhsuluyuq. Və bizə üflənən ilahi o ruhumuzun gəlişməsi ilə, nəfəsin işə düşməsi ilə elə nəfsimizin formalaşması ortaya çıxmışdı. Orada da duyğu, hiss üzvlərimiz formalaşaraq bizdə həyatla təması, həyatla bağlılığı dərindən özündə etibar etmişdi. Nədir bu üçüncü gözlə dərindən sufi düşüncələri, eləcə də bu izahlı, işıqlı yönlə bizim təsavvüf elminin yaxından əlaqədar olması. Bəli, biz özümüzü tanıdıqca, özümüzü kəşf etdikcə, içimizdə bir içimiz, məndə bir mən var deyir Yunus Əmrə, məndən içəri. O içəriyə, içindəki cövhərə, mahiyyətə vardıqca bu böyük bir əlaqədar bir prosesin uyumlu bir harmoniyasıdır. Yəni onlar vəhdətdə insanın dəyərlərini, qabiliyyətini, potensialını üzə çıxarmağa ilk addımlardır. İlk düşüncələrin formalaşmasıdır. Əlbəttə bizim düşüncələrimizin xam şəkili fikirlərdir. Fikirlər niyyətə bağlıdır. O niyyət ilahi ilə əlaqədədir. Və biz o ardıcıllığı təqib etsək, düşüncələrdən sonra bizim hərəkətimiz formalaşır. Və bu birlikdə, bu bütövlükdə əməl sonraki insanın düşüncə məhsulu kimi olur. Və biz düşünərsək ki, bu vəhdəti şərtləndirərək onun mahiyyətini dərk etməyimiz üçün mütləq təməl bilik, biliyin üstündə qurulan təcrübə və birikimlərlə insanın daxili potensialında yatan fitrətinin ahəngidir. Onları sintez edib ortaya çıxarma üçüncü gözün məhsuludur. Üçüncü göz şərti ki, gözümüzdən əlavə o bilikdən su içir. Bilik varsa biz hətta işığın sürətindən daha sürətli insanın biliyinin sürəti, ona teleportasiya deyilən bir elmi var. Bu elm harda, hansı məkanda ağılın sürətindən hərəkət edərək istənilən bir məkanda bir nəsnəni, bir varlığı dərk edəcək, onu fiziki olaraq mahiyyətini dərk etməyə yönələn bir elmdir. Elə də üçüncü göz, yəni bizdə ikinci gözümüz hansı ki fiziki olaraq bizim görməyimizi təmin edir. Üçüncü göz o bilikdən su içərək, içimizdəki təcrübədən ona istinad edərək qaynaqlanır, varlıqları və var olan dünyanın qanunaylıqlarını izah etməyə qadir olur. Biz bəsirət gözünü müdrikliklə əlaqələndiririk.
ilk formalaşmanın, ibtidai düşüncələrin təməlindən üzübəri insan daim axtarışdadır. Daim yeniliklərin sorağındadır, özünü tanımaqdadır. Bioloji varlıqdan daha çox sosial və ruhsal iç dünyası, mənəvi dəyərlərinin fərqində olmaqla onu yaxından tanımağa meyl etməsidir. Mənəvi dəyərlər dərkən mənəvi keyfiyyətlər, mənəvi yük, onun daşıdığı incəliklər insanın bilavasitə sosial varlıq, duygusal düşüncə dünyasında ilahi bağlarla özünü mükəmməl görə bilməsidir. Və buna görə də biz nə qədər dərin mütaliə, qiraətimizlə, təcrübəmizlə, dünya görüşümüzlə, gör-götürlə bunları bir yoğuraraq bir xəmir tək onun ortaya çıxardığı, doğurduğu bir səhnədə bir aqil səviyyəsi, bir irəli görən, müdrikləşmiş bir baxış acısı formalaşır. Ona görə də belə bir deyim var, aqil kamal istər, cahil camal. Aqilin kamalı onun kamilliyinin göstəricisidir. Kamillik zaten axtarışda daim yenilikləri öz üzərində dərinləşdirmədə gedən bir mükəmməllik yoludur. Mükəmməlliyin təbii sonu qanunaların tamamı olan o yaradandır. Bilirik ki, yaradan var, yaradılan var. Bunların dərkində üçüncü göz ön plandadır. Hər zaman o bəsirət gözü var olan dünyanı hər zaman təhlil edir. Orada olan canlıları, onların funksionallığını, yaradılışının səbəblərini, təbiətin ahəngində onların nə üçün, niyə, fitrətindən irəli gələn özəllikləri üçüncü göz müəyyən edir. Üçüncü göz qarşındakını rentgen sayağı skan edir. O üçüncü gözlə baxarkən insanın üç cizgiləri, daxili aləmi, onun potensialını o üzə vuraraq daxildən onu fəth edə bilir. Hətta sənin düşüncələrinlə həmahəng düşünə bilir. Və buna elmdə və həyatda, müdriklikdə bir həqiqət mərtəbəsi deyilən bir yolçuluğun zirvəsidir ki, insan mərifəti, həqiqəti, ədaləti onun yanında bütün var olan cəryanların doğrultusunda varıb gəldiyi ən yüksək qatdır. O qatda sezgi qatı deyirlər. Ağılın üstündədir. Ağılın üstündə sezgi qatı insanı təbiətlə var olan dünya ilə, hansı ki canlıdır, biz olduğumuzda, oturduğumuzda, sükunətimizdə qalaktikadan gələn enerjilərlə biz təmasdayıq. Enerjinin mahiyyəti bilirik. Mikro dünya var, mikroskopik. Makro dünya var, aləmlər. Göy üzünə bir qaranlıqda baxsan, bir üzüm salxımı kimi, göyün təması işıqlı bir muncuq kimi düzülüb və sayısız hesabsız bu zaman, bu süd yolunda, bu işıqlı dünyanın galaktikasının vəhdətində bir dünya vardır. İstər mikro dünyamız, istər makro dünyamız vəhdətdə enerji mübadiləsindədir. Bu enerji mübadiləsinin hər birinin bir-biri ilə üzvü şəkildə bağı var. Bəsirət gözü o bağa bağlana bilir. Onunla yolçuluğa gedə bilir və trans bir vəziyyətə qədər ulaşıb o məqamda ətrafdan, dünyadan sezginin gücü ilə intuitiv o var olanı sezərək anlaya bilir, deşifr edə bilir və onları kodlu, gizli, açıq kodlarla onun o işıqlı gözü, üçüncü gözü ilə canlandıra bilir. Sanki üçüncü göz arxada. Biz Nəsiminin dediyi kimi, məndə sığar ikən cahan, mən bu cahana sığmazam. O cahanın məndə sığdığı, yəni cahanı biz, dünyanı, kainatı kənarda deyilik. Elə varlığımızda, ənsəmizdə monitor sayağı içimizdə görürük. Çünki göz bir linzadır. Gözün baxışı istiqamətlənmiş şüalar, fizikası sınan şüalar və bərpa olunan, əks olunan məqam gözümüzün içində. Gözümüzün arxası isə ənsədə var olan monitor sayağı dərk olunur. Yəni, cahan, kainat bizim içimizdədir. Üçüncü göz o içi görən gözdür. Orada bütün biliyi öz polkalarında yerbəyer edən, zamanı gələndə, məqamı olanda, ona müraciət edəndə hər biliyi öz polkasında gözəl axtarıb ortaya qoya bilən bir gözdür. O, bəsirət gözü ilə insanlar istər münəccim keyfiyyətində, istər ekstrasenslik qabiliyyətində zaten zahirən baxır,
Ama o üçüncü göz dahilen nüfuz edir, rentgen sayağı. Çünkü onun arkasında izahını bilen ilim var. İlimin mana kəsb etdiyi, mənalandıracaq mahiyet var. O mahiyeti zəncirvarı bağlaya artıq nesnenin təbiətini nə bilirsən, o təbiətindəki incəlikləri görə bilirsən. Belə də mən indi üçüncü gözü bu mövzumuzda insan həyatında özünü necə bir üzə verdiyini istərdim izah edəm. İlim təbii ki müxtəlifdir, ilim dəryadır, labirintlərlə qaçdın qapılar açılır və bir istiqamətdə gedərək bir yerə qədər fəhm edə bilirik. Ona görə də biz nə qədər çox bilməliyik ki, doğrudan da təkrar bu fikirlər səslənir, daha da güclənir səsləndikcə ki, insan bilmədiyini bilməsi üçün çox bilməlidir və biləndən sonra bilir ki, nə qədər bilinməli şeylər var. Onun yolunda biz təvazökarlıq bir mərtəbəsində bəsirət gözümüzlə fəhm edərək növbəti addımları, növbəti məqamları aça izahını tapmağa çalışırıq. İzahı verilən məqamlar insan üçün, qarşımızdakı hər kəs üçün anlaşılan olduqda məna kəsb edir və biz bunlara elə də insani münasibətlərdə, insani əlaqələrdə müdriklər deyə, aqillər deyə, dahilər deyə müraciət edirik. Əlbəttə bunların fərqli mənalarında biz elə təməlində alimi, arifi, adili, aqili şərtləndirə bilərik. Alim bir sözlə izah edən bir elm insanıdır. Aqil həm alimdir, həm də ki arifdir. Arif ise tükü seçen, incelikleri bilen, her şeyi bir anda bir işareyle derk edendir. Hem adil, hem alim, hem agil bunlar birlikte adildir. Çünkü Allah'ın bir adı da adalettir, adildir, haktır. Adalet en üst katta sezginin Allah'a yakınlıktır. Bu bəsirət gözünün cövhərindən irəli gələn adillik mərtəbəsi insanın varacağı en üstün məziyyətdir, en arzu olunan keyfiyyətdir. Və bu yolda mən hər kəsə uğurlar arzulayıram. Bəsirət gözünün yoluyla işıqlı, nurlu bir yolda, həyatı dərkdə, ömrün ölüm arasında yaşanmalı olduğunu bilməkdə bəsirət gözünün xüsusi rolu var. İnsana o müdriklük zirvəsinə gəlib çıxmaqda böyük yol göstərənidir, onun aqilidir, onun müəllimidir, onun hər şeyidir üçüncü göz. O insanda var ya yoxdur. O süni yaradıla bilməz. Və nə xoş o kəsin halına ki, onda bəsirət gözü, aqillik mərtəbəsi var olmuşdu. Öz dirəti ilə inkişaf etdirməkdə və bu yolda uğurlar arzulayıram hər kəsə. Diqqətinizə görə təşəkkür edirəm.